Həqiqəti bu dünyada heç kim sənə öyrətməyəcək. Bu dünyaya doğuldun, hamı səni tərbiyə eləyəcək. Bu cəmiyyət, bu dünya səni istədiyi kimi görmək istəyir. Hər kəs evdə ata, ana, qardaş, bacı, qohum, əqraba, bütün cəmiyyət, məktəb, hər kəs səni öz istədiyi kimi görmək istəyir. Və sən onların istəkləri ilə bu həyatı yaşayırsan, onlar üçün, onlara yaxşı görünmək üçün. Amma səni özünü özündən heç kim tanış eləməyəcək. Bu dünyada onun nə institutu var, nə məktəbi var, nə təhsili var. Sən onu özün öyrənməlisən. Özünü tanımalısan. Sən bu dünyada hər şeylə maraqlanırsan. Amma özünü tanımaq istəmirsən. Heç kim də onu sənə tanıtmayacaq. Və sən bu dünyada özündən xəbərsiz bu dünyanı bir dəfə yaşamalı, dünyanı bütün şansların, uğurların, bütün həqiqətlərinlə doğulmadan bir yerdə ölüb gedəcəksən.